Salam əziz YouTube izləyiciləri. Bugün övladlarımla gözəl bir gün keçirdim. Gördüyünüz kimi Bakı bulvarını gəzməyə çıxdıq. Çox əyləndilər, çox şəkillər çəkdirdik. Çox sevindilər Bakının belə gözəl mənzərəsini gördükləri üçün. Çox və çox yoruldular təbii ki. Bugün çox unudulmaz bir gün keçdi. Övladlarımla dənizdə hava saldıq, gözəl mənzərənin dadını çıxartdıq. Bakının gözəlliyi, alov qələləri burada məni cəzb eləyir. Əyləndik, oynadıq, yıxıldıq, ağladıq, sevindik, güldük, dənizə baxdıq, çoxlu şəkillər çəkdirdik. Quşlara baxdılar, quşların dalınca qaçdılar. Dənizin gözəlliyi onları valeh etmişdi. Çox sevinirdilər. Mən də bu sevinci görüb vaxtda çox sevindim. Çox maraqlı, əyləncəli bir gün keçirdik. Düzdür, nə qədər maraqlı olsa bir o qədər də çətin idi. Təbii ki, 2 uşaqla şəhərə çıxmaq, dənizə aparmaq, Bakını gəzdirmək olduqca yorucu bir iş olduğunu yəqin ki anlayırsınız mənim. Amma çox əyləndik. Yemək yedik, hədiyyələrimizi açdıq, dənizə baxdıq, gəzdik, qatara mindik. Gözəl və gözəl bir gün keçirdik. Hamıya tövsiyə edirəm. Videoya baxdığınız üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Videonu like edib komment yazmağı da unutmayın. Çox sağ olun, diqqətiniz üçün öpürəm.